21-ci suala nəzər salsaq, baxın, AB parçası 4 bərabər hissəyə bölünüb deyir. Deməli, P-ni tapanda, P mənə mənfidə olduğu üçün mənfi, 4 dənə hissəyə bölünüb ikincidir, yəni mənfi 2-də 1-dir. R də sizə müsbətdədir, 5 bərabər hissəyə bölünüb R 4-dədir. Bunların cəmini tapanda mənfi 2-də 1 üstə gəlinsin 5-də 4, ortaq məxrəci 10-dur. Üstə gəlinsin 10-da. Bunda 2-yə vuranda eləyəcək 8. Bunların da cəmi 1 mənfi 1 müsbət olduğu üçün onda 3 eləyəcək D variantı. 22-yə baxsaq, deyir ki, yan-yana yerləşdirilmiş dəftərlər və eyni kitabların tutduğu yerlərin uzunluqları göstərilmişdir deyir. Baxın, 3 dənə mavinin uzunluğu 5-də 6-dırsa, bir dənə mavini tapanda 5-də 6-nı böləcəyik 3-ə. Bu da eləyəcək 5-də 6 vuraq 3-də 1. Yəni 5-də 2-dir. Bir dənə çəhrayını da tapanda 5-də 12-ni böləcəm 4-ə. Bu da eləyəcək 5-də 12 vuraq 4-də 1. Yəni 5-də 3. Bir mavi bir çəhrayının cəmi də 5-də 2 ilə 5-də 3-ün cəmi sizə eləyəcək 5-də 5, yəni 1 tam. 23-də baxsaq, natural bölənlərinin sayıdır. 30-un natural bölənlərinin sayını verib və 40-ın natural bölənlərinin sayını verib. Bizdə 30 və 24-dür. Natural bölənləri 1-dir, 2-dir, 3-dür, 5-dir, 6-dır. Sonra 10'dur, 15'dir. 30'u yazmayıb da, 30 öz oradadır. 1, 2, 3 var, 4 var, 6 var, 8 var, 12 var. Ortaqları 1'i yazıb, 2'ni yazıb, 3'ü yazıb, amma ortaq 6'nı yazmayıb. Deməli, A sizə 6'ya bərabərdir. 24'də artıq 4'ü yazıb, 8'i yazıb, amma 12'ni yazmayıb. Deməli, B 12'dir. Sonra 30'da baxsaq, 5'i yazıb, 10'a yazıb, amma 15'i yazmayıb, 15'dir. 15, sizə nə verib? A üstə gələk, B çıxaq C. Bu da eləyəcək 18 çıxaq 15 bərabərdir 3. 24'də baxsaq, deyir ki, üst-üzə düşən 2-dən böyük ədəd düşdüyü məlumdursa, aha, 2-dən böyük ədədlərin sayı hansılardır? Birinci ona nəzər salsaq, 3, 4, 5, 6'dır. Burada diqqətli olsaq, 4 dənə ədəd var. Sadə ədəd bunun 2 dənədir. O da sizə eləyəcək 2-də 1. 25'ə baxası olsaq əgər, baxın 25'də proses nədir? 2 mavi rəngdə də boyanıbsa 1 ilə 9 qarşılıqlı sadədir getdi, 11 ilə 12 qarşılıqlı sadədir getdi. 51'in yanına qarşılıqlı sadə olmayacaq ədədləri yazmalısınız. Məsələn, 21 hər ikisi 3'ə bölünür, qarşılıqlı sadə deyil. 34 hər ikisi 17'yə bölünür, qarşılıqlı sadə deyil. Bir də 18'i yaza bilərsiniz, hər ikisi 3'ə bölünür, yəni 3 dənə C variantı. 26'ya baxsaz, orada ümumi 150 dənə mavi var, 90 dənə çəhrayı var, 60 dənə qırmızı var, yəni 300 dənə element var. Sizdən mavini soruşur. Mavi 150'dir. Toplam 10 dənə hissəyə bölünüb x dənəsi rənglənməlidir. Bu 2-də 1 elədiyi üçün, bunu da 2-də 1 eləməsi üçün x bərabərdir 5 olacaq. Yəni 26'da cavab C variantı olacaq. 27'yə baxsaq, 27'yə baxsaq, həm 60, həm 72'nin bölündüyü ədədlərə baxacağam, amma ən çox soruşduğu üçün hər ikisinə bölünən ən kiçik ədəd axtaracağam. 27'yə baxsaq, həm 60, həm 72'nin bölündüyü ən kiçik ədədləri axtaracaq. Deyə bilərsən kiçik 2'dir. Amma 2'ni götürsəm 30 və 36 eləyəcək. Bunun toplamı 66 eləyəcək. 42 qutumuz var, deməli bu səhvdir. Ona görə 2'ni yox, 4'ü götürürəm. 60'ı 4'ə böləndə 15, 60'ı 72'yə, daha doğrusu 72'ni 4'ə böləndə 18 eləyəcək. Bunun cəmi 33, yəni C variantı eləyir. 28'ə nəzər salsaq, ümumi 40 dənədir. 40 dənədən təxminən orada 30 dənədir, amma biraz artıq olsa 31 götürə bilərik. Bir də 50'də 39'da götürə bilərik. Ümumi 50 dənə kimi götürsək. Yəni C variantı olacaq 28. 29'a baxsaq, baxın, yağ və şəkər 4 bölək 5'dir. Şəkər və un da 6 bölək 7'dir. Biri 1,6'dır, biri 5'dir. Gəl bunları 30'a gətirək. Yuxarını 6'ya vuranda eləyəcək 30'da 24. Aşağını 5'ə vuracaq. Eləyəcək 30 bölək 35. Baxın, yağ oldu 24K. Şəkər oldu 30K. Un da oldu 35K. Toplam 2670 eləyəcək. Bu eləyir 65, 89K bərabərdir. 2670'ə, K da bərabərdir 30'a. Nəyi soruşur? Unu. Un neçə idi? 35K idi. 35'i də vurursunuz 30'a. Bu eləyəcək sizə 50.
Cavab olacaq 29-da C variantı. 30-a baxsaq, ədədlərin cəmi 3 rəqəmli ABC natural ədəddən. Baxın, bunları toplasam 100A üstə gələk 10 üstə gələk A, 100B üstə gələk 10 üstə gələk B, 100C üstə gələk 10 üstə gələk C, yəni 101A üstə gələk 101B üstə gələk 101C üstə gələk 30 bərabərdir. ABC ədədindən, yəni 100A üstə gələk 10B üstə gələk C ədədindən 324 vahid çoxdur. Aha, indi gəlin baxaq. Baxın, 101A-dan 100A-nı çıxanda A qalır. 101B-dən 10B-ni çıxanda 91B qalır. 101C-dən də C-ni çıxanda sizə qalacaq 100C. 324-dən də 30-u çıxanda sizə qalacaq 294. Aha, buradan görünür ki, C avtomatik olaraq sizə nədir? 2-dir. Çünki yüzlüklərdə 2 var. B avtomatik 1-dir. A da məcbur qalır 3 olur. Yəni bunların da hasili sizə 6 eləyir. A variantı. Deyir ki, Dəniz 4 bölmədən ibarət kitab oxuyur. Kitabın ilk bölməsini oxuduqda, kitabın altda birini, ilk 2 bölməsini oxuduqda, ki, birincidə 12-də 2-dir, ikincisi 12-də 5-dir. İlk 3 bölməsini oxuduqda isə 5-də 4-də oxunmuş olur. Aha, yəni baxın, A ilə ilk bölməsi A sizə hamısı 60-a gətirək. 60-da 10-dur. A ilə B-nin cəmi sizə 60-da 25-dir. Çünki 5-ə vururam. A, B və C-nin də cəmi sizə 60-da 48-dir. İlk 3 bölməsi. Kitabın bölmələrinin sayı 10 olaraq A, B, C, D-dir. Müqayisə edin deyir. A sizə 60-da 10-dur. B-ni tapanda 60-da 25-dən 60-da 10 çıxanda qalır 60-da 15. C-ni tapanda 60-da 48-dən 60-da 25-i çıxanda 60-da 48-dən 25-i çıxanda 23-dür. D də avtomatik olaraq qalan hissədir. Yəni 60-da 12-dir. Buradan görünür ki, ən böyüyü sizə C-dir. Ondan sonra gəlir B, ondan sonra gəlir D, ondan sonra da gəlir A. Yəni D variantı. 32-yə baxsaq, deyir ki, eyni gücdə olan və birlikdə işə başlayan 8 işçi hər günün sonunda biri işdən ayrılır və iş 8 günə tamamlanır. Buna görə 9 belə işçi birlikdə bu işi neçə günə qurtarır? Baxın, güclərinə bir x desəm, 8 dənə işçi olanda 8 bölü x olur. Sonra 7 işçi olur. Sonra 6 işçi olur və belə 8 günə qurtarırsa, ən sona 1 işçi qalır. Bunların üstlərini toplayanda 8 ədədin cəm düsturuna görə 8 vuraq, 9 bölək 2, 36 eləyir. Deməli, bir iş ümumi bu qədərdir. 9 işçi deyirsə, baxın, x-da 9, üstə gəlsin, x-da 8, üstə gəlsin, x-da 7. Bunların cəm elədi mənə 17, 7, 24. Aha, burada mənə çıxır demir uşaqlar. Bir saniyə ayrılır demir. Bunu da buranda bir t-yə 36 eləməlidir. T-ni tapanda da x-da 36 bölək. X-da 9. Bu da eləyəcək x-da 36 vuraq. 9 da x. Yəni 4. Cavab olur C bəndə. 33-ə baxsaq, qarşılıqlı sadədlərin əkobu hasilinə bərabərdir. M vuraq n bərabərdir. X vuraq 45-ə. Əbobu da 1-ə bərabərdir. Deməli, 1 bərabərdir. X çıxaq 14-ə. Buradan x bərabərdir. 15 çıxacaq. Deməli, bu sizə 60-dır. Hasili 60-dır. Ən az neçə ola bilər deyir. Baxın, 1 ilə 60-ın ola bilər. Cəminin ən azını soruşur. 60 nə vur, nə vurdur? Gəlin bir dənə buna nəzər salaq. Məsələn, 60-ı biz götürə bilərik, 15 ilə 4 kimi götürə bilərik. Sonra 60-ı götürə bilərik, başqa 60 ilə 1 kimi götürsək cəmi ən az olmaz. Başqa nə kimi götürə bilərik? 10 ilə 6 kimi götürə bilərik. Qarşılıqlı sadə deyil bunlar. 5 və 12 kimi götürərik. Aha, cəmi 17, cavab olur B variantı. 34-də baxsaq, deyir ki, ən böyük ortaq bölənlik, yəni əbobu 12-dir. 2 natural ədədin cəmi 192-dir. Deməli, hər ikisi 12-yə bölünür. Birinə yazıram 12x, birinə yazıram 12y. Bu isə 192-dir. Buradan x üstə gələ y-i tapanda hər tərəfi 12-yə bölürəm. Bu eləyir 16. Cəmi də 16-dır.
Bu ədədlərin ən kiçik ortaq bölünəni neçə müxtəlif qiymət ala bilər? Baxın, ortaq olmayan cəmi 16 eləyən ədədlərə baxasıyıq. Burada 1 ilə 15-i yaza bilərik. Daha sonra başqa nə yaza bilərik? 2 ilə 4-ü yazan varam. 3 ilə 12 yaza bilərəm. 4 ilə 12 yazan varam. 5 ilə 11-i yaza bilərəm. 6 ilə 10-u yazan varam. Çünki onlar qarşılıqlı sadə deyirlər. 7 ilə 9-u yaza bilərəm. Daha sonra 8 ilə 8-i yazan varam. Sonra 9 və s. eyni şeyə gedəcək. 1, 2, 3, 4 dənə ədəd yaza bilərəm. Cavab olacaq D variantı. 35-ə baxsaq, deyir ki, n və n 3 rəqəmi natural ədədlərdir. 160-da 180, hər ikisini bölsəm mən 20-yə, qalacaq 9-da 8. 9-da 8 və 3 rəqəmli olmalıdır. Gəlin belə eləyək. Ən kiçiyini tapanda 8-i ən kiçik 3 rəqəmli nəyə gətirə bilərik? Buna nəzər salaq. Ən kiçiyi 8-ə bölünən 3 rəqəmli ədəd sizə 104-dür. 104-dür, bəli. Ən kiçiyi 104-dür, 8-ə bölünən. Bu neçə dəfə eləyəcək? Sizə 13 dəfə eləyəcək. Ən böyükdə 9-a bölünən tapaq. Ən böyük 9-a bölünən də 999-dur. 9-a böləndə bu sizə eləyəcək 111. 111-dən də 13 çıxıram. Hər ikisinə götürdüyüm üçün üzərinə 1 gəlirəm. Bu eləyir 99D variantı. 36-dan baxsaq deyək ki, 15 manat qazançla satılan bir məhsulu x manatda 15 manat qazancla satılır. Satış qiymətinə 20% endirim edilərsə, yəni bu 100%-dir. Bunu 80%-ə tapıram. Bu eləyir mənə 4, 5. Yəni 4x-də gərək 60 bölək 5. Satıcının qazancı 5%-ə düşər. Yəni bu mənə 105-dir, x-ım da mənə 100%-dir. Gəlin buna hesablayaq. Hər ikisi 5-ə ixtisar getsə 20, 21. Çarpazı vursam 21x bərabərdir. Bundan bu gedir 4. 16x-də gələk 120-yə. Bu eləyəcək 5x bərabərdir 120-yə və x da bərabərdir 24-ə. Alış qiyməti neçə manatdır deyir. Burada bir şey səhv eləmişik. 4-ü 160-a vurmuşam. 240 yazmaq əvəzinə. Bu da sizə eləyəcək neçə? 48, yəni C variantı. 37-yə baxsaq, içərisində yalnız almalar var, mütləq olan 2 səbət var. Birinci səbətdə cəmi 100 meyvə var. 2 səbət var, 1 və 2. İkincidə 100 dənə meyvə var deyir. Birinci səbətdəki meyvələrin ümumi sayı ikinci səbətdəki meyvələrin ümumi sayından 10% çoxdur. Deməli, bura 110-dur. Birinci səbətdəki almaların sayı ikinci səbətdəki almaların sayından 20% azdır. Yəni, bu x-dırsa, bu 0,8x-dır alma. Birinci səbətdəki armudların sayı ikinci səbətdəki armudların sayından. Bura y-dir. Bura 1,2y-dir. Yazıram 0,8x üstə gəlsin 1,2y bərabərdir 110-a və x-la da y-in cəmi sizə 100 deməkdir. Yuxarını 10-a vuraq, aşağını 8-ə vuraq. Bu eləsin 8x üstə gəlsin 12y bərabərdir 1100-ə. Aşağını da 8-ə vursaq 8x üstə gəlsin 8y bərabərdir 800-ə. Bunları alt-alta çıxsam 4y bərabərdir 300-ə, y bərabərdir 75-ə çıxır. Y 75-dirsə də y sizə 25 çıxır. İkinci səbətdə neçə armud var? Elə 75-i soruşur. Cavab olur 37-də D variantı. Sonra 38-ə baxsaq, deyir ki, teatrda tamaşa başlamazdan əvvəl boş oturacaqların sayı, dolu oturacaqların sayının boş və dolu oturacaqların sayının 1,5 misli idi. 1,25 misli idi. Tamaşa başladıqdan sonra dolu oturacaqların sayı boş oturacaqların sayının 3 mislinə bərabər oldu. Boşa bir y desəm, bu olur 3y. Bunlar da bərabərdir, elə deyilmi? Bunların cəmisi eləyir 2,25x bərabərdir 4y-ə. Ya heç belə eləməyək. Baxın, belə bir şey yazaq. Yazaq ki 1,25x-dan y nəfər gəldi. Buradan da y nəfər artdı. Bu, bundan 3 dəfə çox oldu. Bu eləyir 3,75x üstə gəlsin. Əslində eyni şeyə gəlir. Bərabərdir. X üstə gəlsin y-ə. Buradan bunu çıxsam 2,75x bərabərdir 4y-ə.
Sonra nə edək? Hər tərəf ona vursam 275x bərabərdir 400 y eləyər. Bunu 25-ə böləndə 11x, bunu 25-ə böləndə 16y eləyər. Yəni x 16k, y də 11k'dır. Buna əsasən bunların toplamı eləyəcək 27k. 27-yə bölünən ədədə baxasıyıq orada. Hansı ədəd 27-yə bölünür? C variantı 108 27-yə bölünür. Qatarda ümumilikdə 204 sərnişin var. Qatarda olan qadın sərnişinlərin orta yaşı 42, kişi sərnişinlərin x ilə y-in cəmi 204-dür. Qadınların yaşı ortalaması 42-dirsə, cəmi 42, x-da kişilərinki də 48 y-dir. Sərnişinlərin orta yaşı. Deməli, bunların cəminin x plus y-ə nisbəti 45,5-dir. Çarpaz vursam, bərabərdir 45,5x üstə gəlsin 45,5y. Bundan bunu çıxsam 3,5x bərabərdir 48-dən də bunu çıxsam 2,5y eləyər. Hər tərəfi 0,5-ə bölsəm 7x bərabərdir 5y eləyir. Yəni x bərabərdir 5k'ya, y bərabərdir 7k'ya. Toplam 204 idi. 12k bərabərdir 204-ə. K-da tapanda 204-ü böləcəm 12-yə. Bu eləyəcək mənə 17 dəfə. Yəni biri 17 vuraq 5-dir. Kişilər soruşur, y tapaq. 17 vuraq 7 də mənə nə verəcək? 9, 4, 119, yəni A variantı. 40-a da baxaq, riyaziyyatı sonlandıraq. Deyir ki, anarın şokoladlarının sayını, lalənin şokoladlarının sayına nisbəti anar bölək lalə sizə 7-də 3-dür. Lalə şokoladlarından n dənəsini anara verərsə, yəni 7k'dan n çıxır, anara da 3k'nın üzərinə n gəlir. Bu nisbət 3-də 2 olar. Çarpaz vursam 9k üstə gələk 3n bərabərdir 14k çıxaq 2n'ə. Buradan 5n bərabərdir 5k'ya, n də bərabərdir k'ya. Deməli, bir-birinə bərabərdir bunlar. Lalə şokoladlarının 2n dənəsini anara versəydi, əvvəlcə 7k'da 3k idi. Bu 2k dənəsini anara versə, yuxarı olacaq 5k, aşağı olacaq 5k. Yəni bu nisbət 1-ə bərabər olacaq, cavab olacaq A variantı.